Birlər vaxtınız xeyir olsun dəyərli futbol sevərləri. U13 Respublika çempionatından sizləri salamlayıram. Çox maraqlı bir qarşılaşmayla. Söhbət Bakı Karagümrük Sporla EFA mübarizəsindən gedir. Oyun idarəçi hakimlər briqadasından Vüsal Balaşov və Kənan Məlikov Olimpiya komandası Olimpiya ilə EFA komandalarının mübarizəsidir. Heyətlərisi tanış eləyək. Qapıda Olimpiyada Fazil Əliyev 9, Fərd Məhramovdur 11, Nadim Məsimli 5, Xasay Yaqublu 8, komandanın kapitanı Cəmil Uzuncadır 7, Cavanşir Bağırov 13, Rafiq Əsgərov 60, Niyad İskəndərli 17, İsa Zeynallıdır 10, Mirhüseyin Məmmədli 14, Ramal Nebiyev 22, Əli Bəyimov 6, Elnur Masiyev 77, Rəsul Əskərli 2, Emil Salmanov 3, Fərid Ramazanlı və digər qapıcı 1, Nurxan Şabanlı. Çərani geyimdə çıxış eləyir Olimpiya klubu. Əleyk salam, yeni gələnlər, xoş gəldiniz. Maksimum canlı yayımızı bəyənək. Qapıdan zərbə ilə Fazil Əliyev topu oyuna daxil edəcək və bu möhtəşəm komandanı xatırladım ki, hamımızın dillər əzbəri olan baş məşqçi qismində Salman Atluxanovdur. Azərbaycan futbolunda da çox yaxşı, zəngin karyerası olan Atluxanov Olimpiya klubunun baş məşqçisidir. EFA isə göy geyimdə çıxış eləyir. Maçda növbəti out olacaq. Müdafiəçilər qarşılaya bildi. Bu EFA'nın qalq birinə qədər qayıtmışdı. Olimpiya hücumunu izləyə bilərik. Toxunuş var və out Olimpiya. Bir yerdə. Yaxşı, indi, hə? Top oyununda mübarizə gedirdi. EFA'nın zonasında, əvəzində içində EFA hücum həmləsi eləyə bilər. Sağ cinahla EFA hücumunu izləyirik. Çərçivə doğru zərbənin qarşısı ilk cəhdə alındı. İkinci cəhd yenə müdafiədə etibarlı oynayır Olimpiya klubu və bir də hücum həmləsi Olimpiyadan gələcəkmi? Yox. Yenə top EFA'nın qalq birinə qədər qayıtdı. Ön xəttə təzyiqini sıx-sıx davam etdirir Olimpiya klubu. Bu da təbiidir. Erkən qol istəyini reallaşdırmağa çalışırlar. Təcrübəli baş məşqçi Salman Atluxanovun tələbələri. Və top yenidən EFA klubuna. Şəkor Rızayev yanımıza xoş gəldiniz. Çox sağ olun dəstəyiniz üçün. Dostlar, elə canlı yayımıza dəstək olaq ki, bu yayını hər kəs izləyə bilsin. Aktiv yayınımızı bəyənirik və paylaşırıq. Yeni müdafiədə etibarlı oyun göstərir Olimpiyanın 17 nömrəli oyuncusu. Ötürmə cəhdi var və son anda top Fazil Əliyevdə qalır. Ara ötürmə cəhdinin qarşısını vaxtında aldılar. Dabri EFA hücumu. Avropa Futbol Akademi tam olaraq adları belədir bu futbol akademiyasının. Və ötən sezonda da çox yaxşı təsir bağışlayıb. Demək olar bu heyət səhv eləmirəmsə ilk 5-likdə yer almışdı EFA futbol klubu. Yenə Fazil Əliyev top oyuna daxil etməlidir.
Danış Fazi. Hər iki cinahdan Efa klubu tez-tez hücumlar qurmağa çalışır, amma hər iki cinahdan buna heç bir imkan vermir Olimpiyanın müdafiəçiləri. Qarşılaşmada isə hələ ki hesab açılmayıb. Git Rafik git. Sıkırı orada. Tamam biraz da arttırı. Telesme Kasay telesme. Dancı out var. Out Olimpiya. Zemin. Sen kal biraz. Zemin. Kal. Dikkatli ol orada. Hakimin qərarı yine out Olimpiya klubu. Yakınlaş ona ha. Git biraz kaba git. Sözcü Johnny dedi. Telesme indi. Kabağa doğru. Aferin tekrar telesme. Bir kabağına bir. İsa Zeynallah. Out. Geç oturun orada. Out yerini yitirir Olimpiya. Götürdü. Tamam. Kullanma. Akıra geleceğim. Kullanma. Bravo. Uzaqdan zərbə cəhdi var və top qapıdan ola keçdi. Əslində düzgün mövqe tutmuşdu Fazil Əliyev. Biraz da. Və çətin ki bu top çərçivəyə yönəlsə qol olardı. Zənnimcə Fazil Əliyev düzgün mövqe tutmuşdu, artıq hazır idi uzaq zərbəni qarşılamağa. Sağ cinahla hücum cəhdi Efa klubundan və çıxışda səhvsizdir Fazil Əliyev. Bu dəqiqələrə qədər hər hansı bir kobud səhvi yoxdur. Efa isə bir dəfə mərkəzdən hücum cəhdi eləməyə çalışır. Çarpazdan zərbə cəhdi və yenə müdafiəçiləri qarşıladı. Olimpiya hücumunu izləyə bilərik. Cəmil Uzuncadan top itkisi var. Top Efa klubunda qalır. Arı itirməsinin qarşısını yenə uğurla kəsdi Cavanşir Bağırov. Top Fazil Əliyevdə. Git Ferit git. Sen indi Ferit sen indi. Hücum zonasına qədər top gəldi. Çıxdı ayaqla ötürməkdir Fazil Əliyevdən. Düz hücum xəttində Fərdi Məhrəmova qədər top gəldi, amma sonda isə küncdən zərbə. Künc zərbəsini isə nömrə 8 Cəmil Uzunca yerinə yetirəcək. Olimpiyanın kapitanı. Doni. Raydan her top bir de yaxşı. Arkada biraz. Zərbə cəhdi var. Müdafiəçilər blok qoydu. Növbəti künc zərbəsi. Yenə Cəmil Uzunca künc zərbəsini yerinə yetirir. Qabağında qalsın. Hava ötürməsi mükəmməl. Başla zərbə olacaq. Qədərdə. Dəqiq ötürmə alınmamışdı. Buna baxmayaraq top yenə Olimpiyada. Hərəkət. Biri yer değiş Ferit'ten. Yer değiş. Aferin. İndi. Bravo Kika. Növbəti künc zərbəsi. Cəmil. Kika. Hareket.
Cemil kaldır da Cemil topu kaldır da biraz. Karşıla kullanma. Efa klubu topla. Oynayan tərəfdir. Uzunca qarşıladı. Rafik gir içeri. 13 nömrəli oyunçu Rafiq Əsgərov topladı. Devam. Aferin Kori bravo. Daha bir gün zərbəsi. Son 3 dəqiqədə demək olar Cemil topu kaldır biraz. 5-ci səhv eləmirəmsə gün zərbəsini yerinə yetirir Olimpiya klubu. Gel. Hələ ki hesab Olimpiya 0, EFA 0. Qalkiferin toxunuşu var. Top EFA klubunda qalır. Əks şans EFA klubu üçün ola bilər. Vazir Əliyev indi artıq zərbəni dəf etmək lazımdır, amma çıxışda gecikdi Fazil Əliyev. EFA hesabı açır. Qarşılaşmanın 11-ci dəqiqəsində Olimpiya 0, EFA 1. Yatmıyor bak şimdi yatmıyor. Görene ki gözleri yukarıda kişi yatmıyor. Ben gelen kimi gördüm. Evet sen şimdi давай. Zərbədən sonra isə top qapıdan aralı keçdi. Давай, oynuyoruz. Cemil biraz da Johnny. Üzünü ben yumuşam ben orada göre gelende. Devam. Olimpiya hücumu. Devam. Top 10 nömrəli oyunçu Mir Hüseyn Məmmədlidə. EFA klubuna keçə bilər top. EFA hücumu başlayır. Fazil Əliyev. Qaydan top. Və top qapıdan aralı keçdi. Amma yox. Direkdən qayıtmışdı top. Hər bir halda Fazil Əliyev artıq mövqeyini tutmuşdu. İkinciden zərbə. Topa git. Aferin ya. Bira. Olimpiya hücumu başlayırlar. Mərkəzdə EFA. EFA futbolçuları qarşıladı. Modern FK U13 komandasını salamlayırıq. Yerimizə xoş gəldiniz. Ligada uğurlar arzu edirik. Out. Olimpiya klubu növbəti out yerinə yetirəcək. 14-cü dəqiqə oynanılır qarşılaşmada. İlk 10 dəqiqə tərəflər bir-birlərinin qapısına yol tapa bilmədi. 11-ci dəqiqədə isə EFA əks hücumda hesabı açıb 1-0. Əleyk salam, yeni gələnlər, xoş gəldiniz. Həsən Zamiroğlu, yayınımıza xoş gəldiniz. Azərbaycanın gənc futbolçular arasında ən istedadlı futbolçulardan biri. Uğurlar dilirik sizə. EFA-nın isə sol cinahla hücuma başlayır. 17 nömrəli oyuncu İsa Zeynalların toxunuşundan sonra hakim 2 gün zərbəsi təyin etdi. Başla. Oyna. Oyna Nihat, oyna. Ya tut da kaldırmalı tamam mı? Git. Kapçın sır. Bizdə. Yaxşı biri. Meydanın mərkəzində EFA futbolçuları topladı. Değmə. Yaxşı oyna. Qarşılaya bildi Cavanşir Bağırov mövqeyində dəqiq oynayır. Kullanma. Ediyor Marat, yaxşı Marat. Qapıdan zərbə.
Bir də xatırladım, EFA və Olimpiya mübarizəsindəyik. Çəray gemdə Olimpiya komandası da və hesab 1-0 EFA-nın xeyrinə. Göy gemdə EFA klubudur. Değiş dolanı. Arada. Ayala pas. Olimpiyanın sol cinahla hücumu başlaya bilər. 60 nömrəli oyuncu Nihat İskəndərli toplaydı. Mara. Out Olimpiya. Oyna. Bugün Xolocalı komandasını rəqibini bir dənə xatırladım, bəlkə də verildi. 12-dir mi? Xeyr, o 13. Oyna yaxşı Fasay, oyna bravo Fasay. Bizdə başla bak götür Fasay başla. Növbəti out. O hareket. Zemin çok gitme, ara gedir sonra. İndi. Uzaqdan zərbə var və qalkibir dəf etdi. Sükutu bozmaq çox yaxın idi. Olimpiya klubu çox təhlükəli zərbə idi. Gəlin etiraf eləyək. Əvəzində EFA hücum eləyir. Uzunca idi. Az öncə zərbə müəllifi Olimpiyanın kapitanı Cəmil Uzunca. Gözlənilmədən rəqib qapısına çox sərt zərbə ilə uzaqdan yoxlayır şansını, amma təəssüf top düz qalkibirin üzərinə getdi. Azca cinahda yönlənsə artıq zənnimcə hesab bərabərləşə bilərdi. Zərbə çox sərt alınmışdı. Qapıdan zərbə ilə Fazil Əliyev topu oyuna daxil edəcək. Toplara giriş ola, götürmür topları. Yaxşı Təmin. Aferin Nihat, bir başla. Nihat. Cemil Uzunca. Tamam. Oyundan kənar vəziyyəti yoxdur. Top EFA klubunda qalır. Zərbə də olacaq və top toru yandan silkələdi. Git. Ferit yoksa Ferit göstermişsen Ferit. Ferit oyuncu gidip kalırsa yine. Tomin açan tərk edir. Risa Zeynallı topu meydana çıxartdı. Altı dərhal yeni itirir EFA. Evet, out. EFA. Aferin, bravo Fasay. Aferin. Yok. Ver kapıya Fazıl Bilesin. Fazıl Əliyev topu oyuna daxil etməlidir. 80. 1-1. Cəmil Uzunca. Cinahla 60 nömrəli oyuncu Nihat İskəndərli ilə oynayır. Təniyat. Növbəti out Olimpiya. Kimlə kimdir? Olimpiya ilə EFA mübarizəsindəyik. Hesab 1-0 EFA-nın xeyrinə. Biri. Yer değişme. Nihat. Yer değiş. İndi. Çat Tony. Sabala. Fazıl Əliyevə qədər qayıtdı top. Topa git Ferit. Topa git. Out. EFA. Fərmi Ərəmovdan top meydançanı tərk etdi. Cəmil Uzunca kapitanlıq sarğısını Nihat ortaya Xasay Yaqubluya verib. Deyəsən bu oyun Xasay Yaqublu kapitanın qismində olacaq 5 nömrəli oyuncu. EFA-nın isə tabiri hücumu və bu top da qapıdan aralı keçdi. Suya. Bağla tələsmə. Gözlə. Hadi gözle hadi.
Başla. Hasan bizde. Git Ferit. Tamam Ferit, aferin. Kopsu kop. Ferid Məhərrəmov. Tələsmə. Rahat indi. Top Efe klubunda qalır. Tələsmə git oradan. Yedim Ferid Məhərrəmovda da top. Bas Ferit. Bas Oyna Ferit. oynayırıq. Git oradan git. Demir tələsmə. Cemil Uzuncu acınatı yaxşı dəyişdi. Tələsmə. Nihat. Tələsmə. Köməklə Nihat'a. Nihat İskəndərli. Yaxşı Rafik. Qayda pozulur. Epizoda çox yaxın idi. Kənan Məlikov Bizi başla. Aynen. cəlmə zərbəsini EFA yeni itirəcək. Hesab elə ki yenidir. EFA 1, Bir sırası bir. Olimpiya 0. 22-ci dəqiqə artıq qarşılaşmada start getirib. Ferit çık Ferit. Çık Nihat çık. Yola bir yerde sıkır bir yerde. Ferit. Rafik Tabii, out. güzel. Siz de siz bir yerde. Git abi at kat. Sık esir bir yer. Çıkır giga çıkırın. Çıkırın. Topa gelin. Top skor. Təzyiqi fayda verdi İsa Zeynallı'nın. Topu komandasına qazandırır 17 nömrəli. Yarım müdafiəçi. İndi Fərdi Məhərrəmovla oynadı. Fərdi Məhərrəmov növbəti out Olimpiya. Hasan, danış şavanı biraz. İsa Zeynallı yeni altı yerini itirir. Gel içeri, tələsmə. İndi. Hüseyin Məmmədlidən ötürməkdir bu. Nihat. Nihat. Gün zərbəsi Olimpiya. Tamam biraz daha. İsa'nın 23-cü dəqiqəsində gün zərbəsi yerinə yetirir Olimpiya. Standartlarda Salmanov Luxanovun tələbələri xüsusilə çox təhlükəlidir. Nihat qal. O yerdə. Ha. Zərbə lazımdır. Bir içeri, bir göster, bir. Çek sağı var. Cemil Uzunca. Düzelt. İndi. Xəsayev. Məsai Yaqulun ötürməsi ünvana çatmadı. Tələsmə diye, tələsmə. Yenə Nihat. Sık orada, sık. Sık Hasan. Sakin ala. EFA hücumu başlaya bilər. Zamanında müdaxilə Cavanşir Bağırovdan gəldi. Bizdə. Out. Hasan biraz geç, Hasan. Oy, ya Rozak bir şey gerisi geldi burada böyle. Ben su vurmuş ama şu üstte. Yanxətən Olimpiya klubu topu oyuna daxil edir. Başla Hasan. Rahat içeri. Bir. Bir de. Zonisiye yakın. Fan oyuncuları topladı. Teşekkür edirik canımıza destek olan herkese. Maksimum yayınımızı beğenip ve paylaşaq. Bu yani herkes ilesin. Out EFA. Tələsmə, Rafiqə bax. Qopsu qoy Rafiq. Rafiq Əsgərova. Top yalnız indi çatdı. Yeniden top EFA klubunda. Tələsmə. Get Ferit, get. Oyundan kənarı vəziyyəti yoxdur. Fərdi Məhərrəmov Oyna. sürətlənməyə çalışdı. Top EFA klubunda qalır. Dönməsi. Uzaqdan zərbə və top qapıdan endiş gəldi. Çox təhlükəli hücumla yenə həyatda qaldı EFA. İkinci cəhətdə isə Fazil Əliyev uzanaraq topa sahib çıxır. Qayda pozuntusuna etirazlar var. Hakim qalxdır. Hər hansı bir faul yoxdur. Hər iki hakimin həm Vüsal Ballaşovun həm də Kənan Məlikovun gözləri ilə o zonadaydı.
Təcrübəli hakimlər briqadası Bizdə. maçı idarə edir. Gəlir. Bir. Tek sen, topsu koy. Oyna. Çok yaşa. Bu dəfə isə qayda pozuntusu. FA klubu cərimə zərbəsi yerinə yetirəcək. Masan çıkmıştı. Var. Arkalı seyredin. Cərimə inşası daxilində qarşılanma var, amma yenə top FA klubunda da uzaqdan zərbə cəhdi var. Bu dəfə də top qapıdan aralı keçdi. Hansı TV kanal aparsıq? Təəssüf ki, heç bir, amma bizim kanalımızın adı meydanda TV-dir. Hər birinizə xidmət etməyə qürur duyuruq. Maksimum sizlər də bizlərə dəstək olun ki, Azərbaycanın istənilən regionundan hər yerindən sizlərə belə bir maraqlı idman turnirləri təqdim edə bilək. Dəstəyinizə əsirgəməyək, dəyərli idman sevərlər, bəyəni və ya hədiyyələrlə dəstək olmağa davam edin. FA-nın hücumu bu dəfə sol cinahla başlaya bilər. Blok var. Son toxunuş 9 nömrəli oyuncu. Adətən hücum zonasında olmalıdır Fərdi Məhramov, amma müdafiəyə qədər çəkilib. Bu da komanda yoldaşlarına təbii ki, maksimum kömək olmaq üçün edilən adımdır. Arada ikisindən qarşılaşmada kim oynayır? Vətən oynayır, amma rəqibi isə buradan seçmək çətindir. Səhv eləmirəmsə, Neftçi ilə oynayır, amma tam dəqiq görmək olmur. Dönmesin. Rafi karşıla. Sol cinahla FA hücumu başlaya bilər. Ötürmən düzgün davam etmədi. 19 nömrəli oyuncu və out. Olimpiya. Bəli, tamamilə doğrudur. Uşaq futbolunu inkişaf etdirmək lazımdır. Bax, kanalımızın da elə məqsədi sırf budur. Xocalı ilə Ulduz oyunu, yox, Xocalı Ulduz yox. Vətənlə Xocalı oyunu var bizim kanalımızda bugün. Səhv eləmirəmsə, Vətənlə Ulduz Vətənlə Xocalı qarşılaşması var. O da Bakı vaxtı ilə saat 12:00-a təsadüf etməlidir. Gün zərbəsini yerinə yetirdi Olimpiya. Bir tane kaldırmaz. Ne Cemil? Bir tane kaldırmaz. Nihat İskəndərli. Vur. Top FA klubuna keçə bilər. Demək olar keçib. Çat kasa çat. Oyundan kənar vəziyyət yoxdur və 2-0. Hakim mərkəzi göstərir FA. Fərqi 2-yə yüksəltdi qarşılaşmanın 29-cu dəqiqəsində. Roni, konuşma. Düz bir. Halim. Eh. Halim. Meydana girmeyecek zaman. Sağ ol. Meydana girmeyeyim ben yaptım. Bir yerde. Out. FA. Sık beni. FA-nın kapitana meydanın mərkəzində topladı. Uzaqdan endilən zərbə isə qapıdan bir xeyli aralı keçdi. Maçın bitiminə isə ilk hissənin bitiminə təqribən 1 dəqiqə vaxt qalıb. Hissənin sonuncu dəqiqəsi artıq start götürdü. FA-nın daha bir hücumu və top qapıdan aralı keçdi. Kimlə kim oynayır? Xatırladım, Olimpiya və FA qarşılaşmasında hesab 2-0 Göygeyimdə olan FA-nın xeyrinə.
Oyun başa kimi ilk hissəni bitirdi. EFA 2, Olimpiya 0.